Azrail, səhərdən ev təmizləyirəm. Day, öldüm day. Nədir də? Bu səs-küy nədir də bu evdə? Neymiş səndə səhər-səhər? Kaş bir günlük bu evdə səssizlik olaydı. Dağıldı bu qapı. Nədir ay Fatma xala? Üçüncü binada qadın var. Ay Fatma xala, kim üçün danışsan? Mama evdə yoxdur, bu qeybətə kimsin edirsən? Sənin heç nə xəbərin yoxdur. Qadın. Ne kadar gıybet edir bu araba. Kaş yoxa çıxaydı da bir gün görməyəydim bunu. Hara getdi bu? Fatma xala? Bəli, əziz izləyicilər, bir son dəqiqə xəbərlə qarşınızdayım. Bugün planetlər nadir şəkildə düzülüb. 777 ildən bir baş verən bu hadisə zamanı yalnızca bir nəfərin bir gün boyunca bütün arzuları reallaşır. Bəlkə də o bir nəfər elə mənə. Hakamla. Xəyallara daldın deyəsən. Heç nə. Sən mənə də görüm sən əsgərliyin nəfər keçdi. Komandirin gözü idi. Elə çox istəyirdi məni, elə çox istəyirdi. Kaş bunun elə ürək səsi nədir, həqiqətlər nədir ona işləydi. Hə, deyirəm axı. Komandirin gözü idi. İnanırsan o qədər kartoşka soymuşdum ki, əllərim qabıq idi. Hələ sən ayaq yolu təmizləməklə danışma. Diş fırçasından. Kamran, yenə keçən səfər bişirdiyim şirniyyatdan bişireyim. Yox, bişirmə sən canım, bişirə bilmirsən sən yaxşı. Nənəm yaxşı bişirirdi onu. İstəməyət. Kaş nənəm sağ olaydı axı. Yenə o şirniyyatdan bişirib gətirərdi mən üçün. Nənə yox, sadəcə şirniyyat. Nə deyirsən bura? Heç sad, bırak, heç sad. Əşi, bu diləməkdə yordu mən. Mən danışmaqdan bezmişəm. Kaş sən öyle, mən heç nəyi danışmayaydım. Elə promo ilə...